Video koydum da. Bismillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz və dəyərli qardaşlar, Allah'tan istirik ki, Allah Teala məclisimizə bərəkət versin, xeyirli məclislərdən etsin. Bugünkü mevzumuz elə bir mevzudur ki, hər bir insan, yəni bu belə deyək, bu mövzuya diqqətlə qulaq asaq və bugünkü gündə, günümüzdə təkrarlanan problemlərin, yəni problemlərlə qarşılaşdıqda onun həlli bizim üçün asan da olsun. O mövzu ki, ixtilaf mövzusu. Deyir ki, deyək ki, bu ixtilaf mövzusunu tam əhatə edək. İnşallah Allah'ın izni ilə, yəni özü böyük mövzu olsa da, amma qısa bir qaydalarla başa düşülür ki, insan nə vaxt, yəni belə deyək, narahat ola bilər və yaxud da nə vaxt narahat olmaya bilər və yaxud da reaksiya verə bilər qardaşa qarşı və yaxud da verməyə bilər. Yəni ixtilaf mövzusu, yəni belə deyək, alimlər arasında, elm tələbələri arasında baş verən fikir ayrılıqları, ixtilaflar bununla bağlıdır. Bəzən yəni qardaşlarımız ixtilafları düzgün anlamadığı üçün, düzgün başa düşmədiyi üçün görürsən ki, yəni başqa fikirlərə düşür. Və onu, bu ixtilaf başqa yerlərə aparır. Və qardaşı haqqında, elm tələbəsi haqqında pis zənn etmək məcburiyyətində qalır. Ümumi olaraq Allah Teala Quran-ı Kərimdə bizlərə əmr edir ki, ixtilaf etməyin, parçalanmayın. Bu Allah Teala'nın müsəlmanlara buyurduğu əmrdir. Allah Teala bir neçə ayətdə bizlərə bunu bildirir. Ayətlərdən birisi odur ki, Allah Teala deyir: "Va'tasimu bihablillahi cemi'an ve la teferraku." Deyir ki, Allah'ın ipindən möhkəm yapışın və firqələrə, cemaatlara bölünməyin. Dəstələrə bölünməyin. Yəni bu Allah Teala'nın əmridir ki, bizə müsəlmanlar dəstələrə bölünməməlidir, firqələrə bölünməməlidir, parçalanmamalıdır. Və digər ayətdə Allah Teala deyir ki, وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا. Və Allah Teala deyir ki, o kəslər kimi olmayın. O kəslər ki, parçalandılar, dəstələrə bölündülər. Nə vaxt? Onlara haqq çatdıqdan sonra. Bəzən bu ayət onu göstərir ki, bəzən insanlar onlara dəlil gəlib çatdıqdan sonra da ixtilafa düşürlər. Onlara haqq gəlib çatdıqdan sonra da ixtilafa düşürlər və parçalanırlar və dəstələrə bölünürlər. Amma Quran-ı Kərim və Peyğəmbərimiz s.ə.v-in sünnəsinə baxsaq, görərik ki, yəni İslam dini bizə parçalanmağı və ixtilafa düşməyi, dəstələrə bölünməyi qadağa edir. Və digər ayətdə Allah Teala deyir ki, وَأَطِعُوا اللّٰهَ وَرَسُولَهُ. Allaha və onun Rasuluna tabi olun. Allaha və onun Rasuluna tabi olun. وَلَا تَنَازَعُوا. İxtilaf etməyin. Və ayətdə deyir ki, فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ. Zəifləyərsiniz və gücünüz, qüvvətiniz gedər. Ümumiyyətlə, ixtilaf, müsəlmanlar arasında baş verən ixtilaf, müsəlmanların zəifləməsinə olan bir səbəbdir. Fərqi yoxdur. Hər hansı bir toplumda ixtilaf varsa, orada parçalanma varsa, orada zəiflik var. Və Allah Teala da müsəlmanlara əmr edir ki, وَلَا تَنَازَعُوا. Yəni, qadağan edir ki, ixtilafa düşməyin. Çünki ixtilaf etsəniz, zəifləyərsiniz və zəiflədiyiniz halda artıq sizin gücünüz, qüvvətiniz qalmaz. Bu ayət onu göstərir ki, ixtilafa düşmək zəiflənmək üçün böyük bir səbəbdir.
Və Quranda yəni bu ilə bağlı çox ayətlər var. Mən bir neçəsini zikr edirəm. Yəni Quran-ı Kərim Allah Teala bizlərə parçalanmağı, yəni qadağan edib. Dəstələrə bölünməyi qadağan edib. İslam dini dedikdə, müsəlman dedikdə birlik qəsd olunur. Parçalanmaq, dəstələrə bölünmək, qruplaşmalar olması bu qəsd olunmur. İslam dini bunun əleyhinədir. Birliyə çağırır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədislərində deyir ki, "İftaraqatil yahud alə 71 firqa." Deyir ki, Yahudilər 71 firqəyə bölündü. Və Nasranilər 72 firqəyə bölündü. Və ümmətim 73 firqəyə bölünəcək. Və deyir ki, hamısı nədədir? Hamısı oddadır. Lakin bir firqədən başqa. Və sahabələr yəni soruşurlar, ya Rasulullah, yəni o firqə kimdir? Hansılardır? Kimlərdir o firqə ki, onlar əməllərinə görə cənnətə düşəcəklər. Parçalanmadığına görə cənnətə düşəcəklər. Deyir ki, onlar mənim və sahabələrimin yolunu gedənlərdir. Və buna görə bu hədis bizə göstərir ki, İslam dinində parçalanmaq, dəstələrə bölünmək, qruplaşmalar yaratmaq bu icazəli deyil. Yəni, müsəlman aləmində belə bir şey yoxdur. Müsəlmanlar bir cəsəd kimi olması lazım. Bir bina kimi olması lazım. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, yəni müsəlman bir cəsəd kimidir. Əgər cəsədindən bir üzvü ağrıyarsa, bütün bədən ağrıyar. Və müsəlman aləmi, müsəlman toplumu bir cəsəd kimi olmalıdır. Parçalanmamalıdır. Və digər hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, فَإِنَّهُ مَنْ يَعِيشُ مِنْكُمْ فَسَيَرَى اِخْتِلَافًا كَثِيرًا. Deyir ki, məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Parçalamalar, qarşıdurmalar. Lakin bunun çıxış yolu nədir? Bunun qurtuluşu nədədir? Çıxış yolu, qurtuluşu فَعَلَيْكُمْ بِسُنَّةِ وَسُنَّةِ خُلَفَاءِ الرَّاشِدِينَ. Mənim sünnəm və xəlifə Raşidinin sünnəsi. Əbu Bakr, Ömər, Osman, Əli radiyallahu anh sünnəsi. Yəni bunlardan azı dişlərinizlə yapışın. Yəni bir insan ixtilafa düşdükdə bu zaman bunun çıxış yolu kitab və sünnəyə qayıtmaqdır. Yəni onun həlli kitab və sünnədə olur. Ümumi olaraq, qayda olaraq yadınızda saxlayın. Yəni ixtilaf icazəli deyil. Parçalanmaq icazəli deyil. Dəstələrə bölünmək icazəli deyil. Yəni bunu qayda olaraq yadınızda saxlayın. Çünki İslam dini bizə bunu qadağan edib. Və burada ixtilaf dedikdə, qardaşlar, yəni İslamın əsasları ilə bağlı olan məsələlərə aiddir bu. Misal üçün, yəni deyək ki, insanlar Quranda ixtilafa düşsünlər, axirət günü ilə bağlı məsələlərdə ixtilafa düşsünlər, Allahın ad və sifətləri ilə bağlı məsələlərdə ixtilafa düşsünlər. Yəni bunlar, belə bir şeylərdə, İslamın əsasları olan məsələlərdə müsəlmanlar ixtilaf etməsi icazəli deyil. Parçalanması icazəli deyil. Dəstələrə bölünməsi icazəli deyil. Yəni İslam dini sənə nəyi əmr edirsə, hansı əsası necə yaşamağı əmr edirsə, o formada yaşamalısan ki, ixtilafa düşməyəsən, parçalanmayasan, cəmaatlara bölünməyəsən. Çünki ixtilaf olan bir yerdə, parçalamalar baş verən bir yerdə, orada birlik ola bilməz, orada bərəkət ola bilməz, orada mehribançılıq ola bilməz. Çünki ixtilaf nəyə aparır? İxtilaf daimən düşmənçiliyə, kin, buğza, yəni bu kimi şeylərə aparır ixtilaf. İxtilaf aparır insanlar, müsəlmanların arasında soyuqluğa aparır. İxtilaf insanları düşmənçiliyə aparır.
Müsəlman bu kimi addımlardan, bu kimi düşüncələrdən kənar qalmalıdır. Yəni o məsələ ki, yəni o sözü desəm, bu hərəkəti etsəm, ixtilafa səbəb olacaqsa, o zaman o sözdən kənar qalırsan. O düşüncədən kənar qalırsan. Yəni hər hansı bir düşüncə, yəni sələfə uyğun olmayan bir düşüncə, sələfin mənhəcinə uyğun olmayan hər hansı bir düşüncə parçalanmağa aparan bir düşüncədir. Parçalanmağa aparan bir yoldur. Müsəlman daima bu şeylərə diqqət eləməlidir ki, birliyi qorumalıdır. Çünki İslamın əsaslarından nədir? Birlikdir. İslam dini bizə birliyi əmr edir, parçalanmağa əmr etməyir. Necə olur ki, birliyi əmr etdiyi halda buna önəm vermirik, amma parçalanmağa gəldikdə isə rahatlıqla parçalanırıq. Rahatlıqla dəstələrə bölünürük. Rahatlıqla cəmaatlara bölünürük. Rahatlıqla bir-birimizə adlar qoşuruq. Amma o ilə bərabər İslam dini bizə bir olmağı, parçalanmamağı və cəmaatlara bölünməməyi əmr edir. Və sonra, yəni İslam dini deyəndə ki, parçalanmayın, dəstələrə bölünməyin, burada qəsd olunan şeylər, qardaşlar. Yəni, nədir? Əsas məsələlərdə, İslamın əsaslarında parçalanmayın, bir olun, bir fikirdə olun, bir rəydə olun, bir əqidədə olun, bir mənhəcdə olun. Çünki bizim Rabbimiz birdir, Peyğəmbərimiz birdir, qibləmiz birdir, kitabımız birdir. Belə olduğu halda biz mənhəcimizdə, əqidəmizdə, etiqadımızda, imanımızda, inancımızda nə olmalıyıq? Bir olmalıyıq. İnancımız eyni olmalıdır. Yəni, sələfin inancı kimi, sahabələrin inancı kimi, əqidəmiz eyni olmalıdır, sələfin əqidəsi kimi, mənhəcimiz eyni olmalıdır, sələfin mənhəci kimi. Yəni, bu şeylərdə ixtilaf etmək olmaz. Yəni, bu şeylərdə ixtilaf etmək, Allah-u Teala bunu qadağan edib. Yəni, bu şeylərdə parçalanmağı İslam dini qadağan edib. Yəni, bu şeylərdə bir olmağa çağırır Allah-u Teala. Allah-u Teala nə deyir Quran-ı Kərimdə? وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا Allahın ipindən birgə yapışın. Demir, dəstə-dəstə yapışın. Parçalanaraqdan yapışın. Birgə. Yəni, bu ona göstərir ki, birlik İslamın əsasıdır. Və hər bir müsəlman da bu birliyi qoruması lazımdır. Çünki birlik olan yerdə dediyi ki, bərəkət olur. Birlik olan yerdə Allahın rəhməti olur. Allahın gücü olur. Allah-u Teala o topluma, o cəmiyyətə, o xalqa güc-qüvvət verir. Amma birlik olmayan yerdə bərəkət, heç bir bərəkət olmur. Allahın rəhməti oraya enmir və da o toplumun da gücü-qüvvəti olmur. Və burada qəsd olunan, parçalanması icazəli olmayan məsələlər əqidə məsələləridir. Etiqad məsələləridir. Necə ki, Peyğəmbərimiz s.ə.v deyəndə ki, ümmətim 73 firqəyə bölünəcək. Bundan yalnız birisi cənnətə girəcək. Bu onu göstərir ki, bu böyük məsələlərdə ixtilaf etməyin. Əqidə məsələlərində ixtilaf etməyin. İman məsələlərində ixtilaf eləməyin. Yəni, sələfin əqidəsində olun, sələfin mənhəcində olun, sələfin etiqadında olun. Parçalanmayın. Yəni, bu məsələlər qəsd olunur. Amma qaldı ki, biz bugün şahidiyik ki, alimlər arasında fikir məsələlərdə o qədər ixtilaflar var ki, fərqli-fərqli rəylər, fərqli fikirlər, fərqli düşüncələr. Elə deyil mi? Və yaxud da elm tələbələri arasında görürsən ki, bir məsələdə bir alim belə deyir, digər elm tələbəsi belə deyir. Fikir ayrılığı var. Yəni, bizim söhbətimiz və yaxud da sözümüzün canı bu deyil. Burada ixtilaf icazəlidir. Burada fikir ayrılığı olması icazəlidir. O məsələlər ki, yəni İslamın əsasları deyil. Yəni, fikir məsələlər, namazı pozan, orucu pozan, alış-verişdə necə olmalıdır, nəyə etməlisən, necə etsən səhihdir, necə etsən doğru deyil.
bu məsələlər deyil. Bu məsələlərdə fikir ayrılığı ola bilər. Fərqli fikirlər ola bilər, fərqli rəylər ola bilər. Bu alimlərin arasında bu rəylər var, bu fikirlər var, bu fərqlilik var, bu məsələlərdə. Bu normaldır, bu icazəlidir. Amma əqidə məsələlərində, iman məsələlərində, o məsələlər ki, İslamın əsaslarıdır, orada ixtilaf etmək olmaz. Orada doğru olanı edəcəksən. Səhih olanın ardınca gedəcəksən. Sələfə uyğun hərəkət edəcəksən. Sələfin mənhəcinə, sələfin düşüncəsinə, sələfin etiqadına qayıdacaqsan. Əgər sələfin əqidəsi hər hansı bir məsələdə budursa, sən onun əksini gedə bilməzsən. Əksini gedirsənsə, o zaman Allah Teala'nın ayətinə müxalif olursan ki, Allah Teala deyir ki, parçalanmayın. Sən parçalanırsan. Sələfin mənhəcinə uyğun deyilsə, o zaman sən Allahın ayətinə qarşı çıxırsan. Sələfin inancına uyğun deyilsə, o zaman sən Peyğəmbərimiz s.ə.v deyəndə ki, ümmətim 73 firqəyə bölünəcək, deməli, digər 72 firqədən olacaqsın. Ona görə insan iman məsələlərində, əqidə məsələlərində ixtilaf etməməlidir və sələfə qayıtmalıdır. Çünki əhl-i-sünnə alimləri, sələf alimləri İslamın əsasları olan məsələlərdə ixtilaf etmirlər. Bu məsələlərdə heç kim ixtilaf edəmir. Burada kim ixtilaf edərsə, kim parçalanarsa, Allahın ayətinə və Peyğəmbərimiz s.ə.v sünnəsinə müxalif olmuş olur. Amma ixtilaf nə vaxt olar? Fikri məsələlərdə, İslamın əsaslarından sayılmayan məsələlərdə orada ixtilaf ola bilər. Fikir ayrılığı ola bilər. Bu icazəli bir şeydir. Misal üçün, bir alimə görə filan məsələ, deyək ki, filan əməl dəstəməzi pozur, digər alimə görə pozmur. Bir alimə görə filan məsələ namazı pozur, digər alimə görə pozmur. Bunlar normal bir şeydir, qardaşlar. Bu normal bir haldır. Yəni, bu ixtilafın baş verməsi mümkündür, icazəlidir. Bu ixtilaf sadəcə rəylərdə olan ixtilafdır, fikirlərimizdə, düşüncələrimizdə olan ixtilafdır. Bu ixtilaf qəlbdə olan ixtilaf deyil. İslamın əsaslarında olan ixtilaf qəlbdə olan ixtilafdır. Əgər İslamın əsaslarına müxalifdirsə, bəli, o insana buğz edə bilərsən. O insana xor baxa bilərsən. Çünki İslamın əsaslarına müxalifdir. Amma İslamın əsasları olmayan digər məsələlərdə olan ixtilaf isə qəlbə salmaq olmaz bunu. Qəlbi ixtilaf etmək olmaz bu məsələlərdə. Kim bu məsələləri qəlbə salarsa, bu məsələlərə görə buğz eləyərsə, düşmənçilik eləyərsə, bu savadsızlıqdır, bu elmsizlik. Bunu heç bir alim demir ki, bu məsələlərə görə qardaşından üç çevir və qardaşına düşmən kəsir və qardaşınla danışma. Bunu heç bir alim demir. Əhl-i-sünnə alimlərinin. Alimlərin arasında olan, fikri məsələlərdə olan ixtilaf, bunu bir məna olaraq yadınızda saxlayın. Bu normaldır. Bunu pis baxmaq olmaz. Niyə filan alim bu məsələni deyir ki, filan şey dəstəməzi pozur, digər alim deyir ki, filan şey dəstəməzi pozmur. Bu normaldır. Bu ixtilafın baş vermə səbəbləri var, qardaşlar. Nədən baş verir? Ayətdəki hər hansı bir kəlmə bir neçə məna daşıyır. Hədisdəki hər hansı bir kəlmə bir neçə məna daşıyır. Belə olduğu halda, bir neçə alim ayəti oxuyur, deyir ki, burada məqsəd filan sözdür, filan mənadır. Digər alim oxuyur ki, yox, deyir ki, buradakı məqsəd, buradakı sözün mənası filan mənadır. Və yaxud da hədisi oxuyur, bu hədis filan məsələyə aidiyyəti var, dəlalət edir. Digər oxuyur, deyir ki, bu sözdə məna başqadır, bu hədis başqa bir məsələyə, bu məsələyə aidiyyəti yoxdur, digər məsələyə aidiyyəti var. Bu şeylər ixtilafın, fikirlərin ayrı olmasına səbəb olur. Bu şeylər bizi parçalamamalıdır. Bu şeylər bizim qəlbimizə girməməlidir, bu ixtilaf. Bu ixtilaf sadəcə düşüncədə, rəylərdə olan fərqlilikdir.
ayrılıqdır. Bu düşmənçilik demək deyil yəni. Buna görə boğz eləyəsən və yaxud da qardaşından üz çevirəsən, üz döndərəsən. Bu məsələlərdə icazəli deyil. Ona görə yadda saxlayın. İslamın əsasları olan məsələlərdə ixtilaf etmək olmaz, qətiyyən. Sələfin əqidəsində, sələfin mənhəcində olmalısan, düşüncəsində olmalısan. Əgər ixtilaf edirsənsə, bu zaman Allahın ayətinə qarşı çıxırsan. Yəni, parçalanmayın, dəstələrə bölünməyin, ixtilafa düşməyin. Buna əks olmuş olursan. İslamın əsaslarından olan birliyə qarşı çıxmış olursan. Amma fikri məsələlərdə olan ixtilafı böyük məsələlərdən sayıb və orada o ixtilafı böyük görüb və insanların arasında düşmənçilik salırsansa, bu düzgün deyil. Bu icazəli deyil. Yəni, hər hansı bir fikri məsələyə görə qardaşdan üz çevirməsi və yaxud da xor baxması bu savadsızlıqdır və bu elmsizlikdir. Yəni. Bu düzgün deyil. O qədər, deyək ki, Peyğəmbərimiz s.ə.v dönəmindən ta bugünə kimi İslam alimləri, sahabələrin arasında fikir ayrılığı olub, tabinlərin arasında fikir ayrılığı olub, yəni alimlərin arasında fikir ayrılığı olub və bugün də davam edir. Bu normal bir şey. Baxın, Peyğəmbərimiz s.ə.v bir toplum sahabəni bir yerə göndərir. Bəni Qureyza deyən bir yer var, ora göndərir. Və deyir ki, əsr namazını orada qılacaqsınız. Və sahabilər yolun yarısını çatdıqda əsrin vaxtı daxil olur. Əsr namazın vaxtı daxil olur. Və bu halda sahabilər iki hissəyə bölünür. Bir toplum sahabə deyir ki, əsri qılmaq lazım. Digər toplum sahabə deyir ki, yox. Peyğəmbərimiz s.ə.v deyib ki, əsri Bəni Qureyzədə qılacaqsınız. Və digər sahabələr deyir ki, yoxdur, namazın vaxtı gəldisə, namazı qılmaq lazım. Yəni, Peyğəmbərimiz s.ə.v-in deməsi ki, əsri Bəni Qureyzədə qılacaqsınız, bu anlama gəlir ki, siz yolunuzda tələsin. Yəni, əsri ora yetişin. Amma o anlama gəlmir ki, o namazın vaxtı gəldikdə bunu qılmayaq. Və sahabələr bu məsələdə Peyğəmbərimiz s.ə.v bu sözünü başa düşməkdə iki hissəyə bölünürlər. Bir toplum namazı vaxtında qılır, digər toplum gözləyir ki, Bəni Qureyzəyə çatsın, orada qılsınlar. Peyğəmbərimiz s.ə.v-in sözü namazı Bəni Qureyzədə qılın kəlməsini sahabələr fərqli bir halda başa düşdülər, anladılar. Və sonra gəlib Peyğəmbərimiz s.ə.və xəbər yetişəndə ki, ya Rasulullah, biz belə elədik, Peyğəmbərimiz s.ə.v heç bir dəstəni etdiyinə görə qınamadı. Niyə qınamadı? Çünki məsələ fikir məsələsi idi. Məsələ düşüncə məsələsi idi. Məsələ, Peyğəmbərimiz s.ə.v-in sözü ona da dəlalət edirdi, buna da dəlalət edirdi. Və buna görə onların arasında nə baş vermədi? Yəni, belə deyək, kin, küdrət, həsəd, paxıllıq, düşmənçilik baş vermədi. Sadəcə hər kəs normal bir-birlərini qarşıladılar və yoluna davam etdilər. Və Peyğəmbərimiz s.ə.və xəbər çatdıqda və heç bir dəstəni qınamadı. Niyə qınamadı? Çünki fikirdən irəli gələn bir məsələ olduğu üçün. Çünki İslamın əsaslarından olan bir məsələ deyil. Və belə olduğu halda, qardaşlar, alimlər arasında baş verən fikir ayrılığına görə düşmənçilik eləmək və yaxud da o həmən fikri qəlbə daşımaq icazəli deyil. Sahabələr, misal üçün digər qissə odur ki, sahabə rivayət edir ki, səfərə çıxırdıq. Səfərdə bizdən oruç tutan da olurdu, oruç tutmayan da olurdu. Çünki səfərdə oruç tutmaq icazəli deyənlər də var, icazəli görməyənlər də var. Elə deyilmi? Amma sahabələr deyir ki, biz səfərə çıxırdıq. Aramızda oruç tutanlar da olurdu, oruç tutmayanlar da olurdu. Lakin heç kəs digərinə qarşı eyib etməzdi. Heç kəs digərini qınamazdı ki, niyə oruç tutmusan və yaxud da niyə oruç tutmamısan. Səbəb nə idi, qardaşlar? Səbəb fikir ayrılığına görə olan bir məsələ idi, ona görə.
Yəni bunların bu ixtilafı, fikir ayrılığı düşmənçiliyə aparmırdı. Yəni qəlbdə olan ixtilafa aparmır. Ona görə insan, yəni bu şeylərdə diqqətli olmaq lazım. O məsələlər ki, İslamın əsaslarıdır, orada ixtilaf etmək olmaz. O məsələlər ki, İslamın əsaslarından deyil, furularındandır, yəni fikir məsələdir. Burada ixtilafın baş verməsi ləbuddur, mütləq verə bilər. Çünki fikirlər, düşüncələr, zövqlər, görüntülər, düşüncələr fərqli olduğu halda fikirlərin fərqli olması, rəylərin fərqli olması normaldır. Anladınız mı? Belə olduğu halda bizdə alimlərin arasında baş verən ixtilafa görə, yəni alimlərə qarşı bizdə pis fikir yaranmamalıdır. Onlar niyə ixtilaf edirlər ki? Niyə onlar bir fikir söyləmirlər? Niyə bir rəydə deyirlər? Çünki bu mümkün deyil. Yəni bu, biz adicə dünyavi məsələlərdə görürsən ki, hər hansı bir şeyə 4-5 nəfər kənardan baxır, hər kəs fərqli bir fikir söyləyir. Niyə bu mümkün deyil? Bu qaçılmaz bir şeydir. Yəni dini məsələlər də, dini yəni ayətlərdir və yaxud da hədislərdir. Yəni bunlarda da bu şeyin baş verməsi mütləqdir. Yəni ləbuddur, bu qaçılmazdır. Amma problem odur ki, bizim mövqeyimiz nədir? Biz necə rəftar eləməliyik? Alimlərin arasında olan ixtilafa qarşı mövqeyimiz necə olmalıdır? Bizim halımız, yəni məsələ buradadır, yəni ki, özümüzü necə aparmalıyıq? Əgər baxırıq, məsələ ixtilaflı məsələdirsə, fikir məsələdirsə, İslamın əsaslarından olmayan bir məsələdirsə, bu zaman alimlərin arasında olan ixtilaf normal qarşılanır, normal qəbul olunur. Heç kəsə qarşı çıxa bilməz, yəni irad edə bilməz. Əgər irad edəsəydi, Peyğəmbərimiz s.ə.v sahabələr irad eləməkdir ki, niyə siz Bəni Qureyzədə namazı əsr qılmadınız, yolda qıldınız və yaxud da niyə demədi ki onlara ki, namazın vaxtı çatmış, niyə yolda qılmadınız, ora saxladınız. Halbuki heç kəsə irad eləmədi, düzdürmü? Bu onu göstərir ki, belə məsələlərdə irad yoxdur. Bu məsələlər də, bu kimi məsələlər bizim parçalanmağımıza səbəb ola bilməz. Əgər səbəb olursa, o zaman problem səndədir. Səbəb olursa, o zaman problem səndədir. Bu elmsizlikdir, cahillikdir, savadsızlıqdır. Bu kimi insanlar görəndə də həmən onu başa salın ki, bu kimi məsələlərdə düşmənçilik etmək olmaz. Bu kimi məsələlərdə qardaşına qarşı çıxmaq olmaz. Bu normal bir şeydir. Ona görə yəni İslamın dedik ki, əqidə məsələləri var, əsas məsələləri var, burada ixtilaf etmək olmaz. Bir də furu' məsələlər var, burada ixtilafın baş verməsi mümkündür. Bu qaçılmaz bir şeydir. Görürsən ki, namazla bağlı məsələdir. İmam Şafii rahimehullah yəni hər hansı bir əməldə, namazın əməlində fərqli bir fikir söylüyor. Abu Hanifə fərqli bir fikir söylüyor. İmam Əhməd fərqli bir fikir söylüyor. İmam Malik fərqli bir fikir söylüyor. Bu normaldır. Onlar bunu qəsdən eləmirlər ki, yəni aramızda ixtilaf olsun və müsəlmanlar parçalansın. Bu anlama gəlmir. Bu sadəcə onların dəlilə baxdıqda, əsasa baxdıqda, yəni düşdüyü, yəni ortaya gələn bir nəticədir. Bunun da belə olması, fərqli fikirlərin olması, fərqli rəylərin olması bu normaldır. Yəni buna görə elm əhlinə qarşı pis zənn etmək icazəli deyil. Bu necə olur ki, biri deyir ki, dəstəməz pozulur, biri digəri deyir pozulur. Biri deyir bu hərəkət etsə namaz pozulur, digəri deyir ki, pozulur. Bunlar normaldır. Amma sıravi insanın halı necədir bəs? Sıravi insan, yəni İslam elmi olmayan bir insan, İslam elmini araşdırma gücü olmayan insanın belə bir hallarda nə etməlidir? Çıxış yolu nədir onun? Onun çıxış yolu odur ki, qardaşlar, etimad etdiyin insana, elm adamına, etimad etdiyin elm tələbəsinə, yəni etibarlı saydığın, ona daha güvənirsən,
onun elmini daha etibarlı sayırsan, onu daha güclü sayırsan, o hemen insanın düşüncesini götürürsen ve kenara çəkilirsən. Və eyni anda əks tərəfə qarşı, yəni pis zəndə olmursan. Yəni sıravi insanın belə bir vəziyyətdə mövqeyi özünə lazım olan məsələni götürür, hansı daha yəni etibarlıdır, güvənlidir, onu götürür və kənara çəkilir. Və buna əməl edir. Amma gedib toplumun içərisində filan kəs belə deyir, digəri belə deyir. Bu nə fikir, bu nə elmdir, belə bir şey olar. Yəni bu hərəsi bir söz deyir. Bu düşüncələri yaymaq icazəli deyil. Sənin üzərinə, sıravi insanın üzərinə düşən odur ki, götür, kənara çəkil. Həyata keçir, kənarda otur. Yəni məsələyə müdaxilə etmə, fikir söyləmə, qarşı durma yaratma. Əsas olan budur yəni. Amma elm adamları isə, alimlər və yaxud da elm araşdırma gücü olanlar, elm tələbələri təbii ki, məsələlərdə fərqli rəylər, yəni rəylərə gedə bilərlər, rəylər söyləyə bilərlər. Hər hansı bir alimin sözünü, yəni deyək ki, filan məsələdə bir alimin sözünü götürər, digər məsələdə digər alimin sözünü götürər. Mütləq deyil ki, bütün məsələlərdə mən filan alimin sözünü götürməliyəm. Elə bir şey yoxdur. Elm araşdırma gücü olan insanlar baxırlar yenə də. Alim bu alimin sözünü oxuyur və digər alimin sözünü oxuyur və orada daha mötəbər olan, daha səhih olan, daha düzgün olan onu götürür, kənara çəkilir və onunla hərəkət edir. Yəni bu məsələlərdə, ixtilaflı məsələlərdə mövqeyimiz belə olmalıdır, qardaşlar. Əgər biz belə addım atarıqsa, belə İslamını yaşayarıqsa, bu formada hərəkət edəriksə, o zaman aramızda ixtilaf olmaz. O zaman alimlərə qarşı pis zəndə olmaraq, elm tələbələrinə qarşı pis zəndə olmaraq. Yəni bunun qaydası belədir, qardaşlar. Bunu bir elm olaraq, qayda olaraq yadınızda saxlayın. Yəni hər dəfə bu təkrar olunmasın. Misal üçün, deyir ki, məl əməl ində ixtilafil mədəhi. Yəni bir məsələdə görürsən ki, məzhəb alimləri fərqli rəylərdədir. Fərqli bir fikirlərdədir. Elm adamı üçün rahatdır. Onların dəlillərinə baxır, onların fikirlərinə baxır və oradan daha doğru olanı götürür. Amma sıravi müsəlmanların halı nədir? Allah-u Teala Quran-ı Kərimdə deyir, fəsəl əhlə zikri in kuntum la ta'lemun. Bilmədiyiniz halda elm əhlindən soruşun. Sıravi insanın bu məsələdə addımı odur ki, yaxınlaşır elm adamına, məsələni öyrənir, kənara çəkilir. Daha bunun ardınca geçsin başqasından soruşsun, sonra başqasından soruşsun, sonra orada ziddiyyətlər görsün, sonra bilmir hansını etsin. Yəni sıravi müsəlmanlara ehtiyac yoxdur ki, bir neçəsinə dönsünlər. Etibar elədiyi, daha doğru saydığı, daha güclü saydığı elm adamından elmini götürür, kənara çəkilir. Məsələnin cavabını öyrənir, kənara çəkilir. Onu gündəmə salmır. Mən filan tələbədən soruşdum, belə dedi. Səndən soruşdum, sən belə dedin. Digərindən soruşdum, o başqa cürə dedi. İndi mən hansını edim? O özünü də çətin vəziyyətdə qoyur. Elm tələbələrini də çətin vəziyyətdə qoyur. Və yaxud da arada biraz soyuqluq yaratır. Sanki yəni olmaz bir şey həyata keçirmiş sayılır. Ona görə sıravi insanlar, təqlid edən, elm araşdırma gücü olmayan insanların üzərinə düşən etibar elədiyindən elmi götür, kənara çəkin. Və elm adamlarında olan ixtilaflara görə fərqli, yəni pis zəndə olma. Çünki biz bildik ki, ixtilaflar, yəni fikir məsələlərdə ixtilafın baş verməsi ləbuddur. Ola bilər, sən hər hansı bir məsələdə müəyyən, hər hansı bir elm tələbəsinin fikrini götürmüsən, başqası başqa fikri götürüb, siz eyni zamanda ibadətə gəldikdə sən bunu həyata keçirəcəksən, digər qardaş digərini həyata keçirəcək. Bu o anlama gəlmir ki, sən, yəni bu ixtilafımız bizim qəlbə getməlidir, qəlbə aparan ixtilaf olmalıdır, qəlbə düşən ixtilaf olmalıdır. Yox,
Bu bizim qardaşlığımızı poza bilməz. Bu bizim birliyimizi poza bilməz. Çünki bunun baş verməsi mütləqdir. Bu qaçılmaz bir şey. Sonra deyir ki, ixtilaf-i məsələ ictihadiyyə, belə bir məsələ var. Bir dənə bu məsələyə də toxunaq, sonra bir-iki dənə qayda var. Yəni ixtilafla bağlı, onları da götürək, dərsimizə son qoyaq. Bax, son günlərdə və yaxud da tez-tez baş verir. Bir elm tələbəsi digər elm tələbəsinə mənhəc məsələlərində, əqidə məsələlərində görürsən ki, irad edir, irad tutur. Ki, o düz söyləmədi, doğru olan budur. Yəni, bu məsələdə xatadır, yəni onun söylədiyi şey doğru deyil, ona etimad etməyin, ondan uzaq qalın. Yəni, belə deyək də, bu məsələ səhabələrin dönümündən sonra, tabiilərin dönümündən, bugünkünə kimi İslamın qorunması üçün, sağlam, səhih İslam ayaq üstə qalması üçün bu şey həmişə olub. Yəni, filan alimin sözü səhvdir, doğru deyil, ona əməl etmək olmaz. Yəni, o məsələlər ki, o məsələlər İslamın əsaslarından olan məsələdir. Ondan danışıram. Əgər elm adamı digər elm adamına qarşı irad tutursa, irad edirsə ki, o səhvdir, doğru deyil, yəni bu məsələni necə anlayaq? Bu məsələ, qardaşlar, yəni həmişə olub elm adamları arasında, həmişə bu fikirlər, yəni belə bir iradlar, belə bir fikir söyləmələr, xataları bildirmək ki, o alim düz demədi, o elm tələbəsi o məsələni düzgün vurğulamadı, bu səhvdir, ona qulaq asmayın, bu həmişə olub. Amma bunun baş verməsi, bizdə elm tələbələrinə qarşı, alimlərə qarşı pis zənnə aparılmalıdır. Çünki bu niyə baş verir? Niyə bir elm tələbəsi və yaxud da bir alim kiminsə xatasını deyir? İslamın ayaq üstə qalması üçün, səhih dinin ayaq üstə qalması üçün bunlar deyilə bilər. Təbii ki, ədəb ərkanla, gözəl şəkildə. Bu deyilə bilər. Amma əxlaqi çərçivədə. Amma deyilməsi icazəlidir, bəli, icazəlidir. Buna görə biz o qardaşa görə, o elm adamına və yaxud da o tələbəyə qarşı kin bəsləməliyik və xeyr bəsləməliyik. Yəni, ona xor baxmamalıyıq. Yəni, ona qarşı düşmənçilik etməməliyik. İslamın qorunması üçün müəyyən xataların aşkarda deyilməsi icazəlidir. Filan tələbə doğru demədi. Bunun da öz qaydası var, öz üslubu var. Amma bəzən olur da səhv bir addım atılır. Amma bu səhv addımlar, İslamın qorunması, deyək ki, görünən səhv addımlar, bir toplum insanlar tərəfindən sanki deyirlər ki, bu qeybət edir və yaxud da nəsə edir. Tamam, o Allah qatında cavab verəcək. Yəni, ədalətli olması lazımdır, mütləq. İnsaflı olması lazımdır, mütləq. Hikmətli olması lazımdır, mütləq. İxlaslı olması lazımdır, mütləq. Yəni, mən inkar edirəm İslamın müdafiəsi üçün. Doğru İslam ayaq üstə qalsın deyə. İslam aləminin, müsəlmanların birliyi üçün. Mən bunu bəyan edirəm, bildirirəm. Bu şeylər normaldır. Buna görə parçalanmaq, elm tələbəsinə və yaxud da hər hansı bir alimə xor baxmaq, ondan üz çevirmək bu doğru deyil. Bəli, elm adamı da inkar elədikdə, fikir söylədikdə üslublardan, ədəblərdən, əxlaqdan kənara çıxmamalıdır. Əgər məqsədimiz xətanı bəyan eləməkdirsə, bizə nə lazımdır? Xətanı bəyan eləmək. Ki, insanlar o xataya düşməsinlər. Amma onun ardınca başqa sözlərin söylənməsi, deyilməsi
yəni bu qəbul olunmazdır. Amma dediyim kimi, irad etmək icazəlidirmi? İcazəlidir. Xatanı bildirmək icazəlidirmi? İcazəlidir. Sadəcə bir dənə orada fərq var ki, əgər xata edən insan əhl-i sünnədəndirsə, mənhəci, əqidəsi sağlam bir adamın xata edibsə, sələfi mənhəcində olan bir elm adamı xata edibsə, onun xatası həmən toplumda deyilir. O birinci təklikdə deyilir və ondan dönərsə, tamam, məsələ həll olunur, yox, o xatasının üzərində israr edərsə, o zaman aşkarda deyilir. Bu müamilə kimə aiddir? Əqidəsi sələf olan, mənhəci sələfi olan, buna aiddir. Amma əqidəsi xarab olan, bidət əhli olarsa, yəni əhl-i sünnədən, sələfdən sayılmayan bir insan olarsa, o zaman problem deyil. Toplumda adı, familiyası ilə inkar oluna bilər. Filankəs səhv dedi. Ondan elm götürmək olmaz. Bu kimi düşüncələri demək icazəlidir. Bunlar hamısı nə üçündür? Doğru İslamın ayaq üstə qalması üçün. Doğru sünnənin, doğru ibadətin, müsəlmanların parçalanmaması üçün deyilən sözlərdir. Bu icazəlidir. Aydın oldu mu qardaşlar? Yəni buna görə elm tələbəsinə qarşı irad eləmək ki, o niyə belə söylədi, niyə o xatanı dedi. Sadəcə yəni müəyyən üsullardan istifadə etmək lazımdır. Dediyim kimi, əxlaqı, dəyərlərə riayət edərəkdən, üsullardan istifadə edərəkdən demək lazım. Və ixtilaf olan qaydaları, yəni qaydaları xatırlatmaq istəyirəm sizə bir neçə də. O məsələlər ki, orada ixtilaf baş verərsə, halımız necə olmalıdır? Onlardan birisi, əl-ixtilaf fi məsəl ictihadiyyə lə yufsidul ixuvvə fid-din. O məsələlər ki, ictihadi məsələlərdir, qəti məsələlər deyil. Onda baş verən ixtilaflar qardaşlığı poza bilməz. Bu qaydadır. O məsələlər ki, ictihadi məsələlərdir, orada olan ixtilaflar İslam qardaşlığını poza bilməz. Yəni, o ixtilafa görə, ictihadi ixtilafa görə qardaşlıq nə olmaz? Pozulmaz. Pozmaq olmaz yəni. İkinci qayda deyir ki, əl-vələ vəl-bara fil-ixtilaf manutun bi usulü-din lə fi furu'ihi. Deyir ki, düşmənçilik və sevgi və düşmənçilik usul məsələlərində, İslamın əsas məsələlərində ola bilər. Furu' məsələlərində ola bilməz. Yəni, ictihad məsələlərində, məsələ ictihadidirsə, orada düşmənçilik və sevgi, düşmənçilik ola bilməz. Belə bir şey var ya, yəni əl-vələ vəl-bara, düşmənçilik və sevgi. Bu, İslamın əsasları olan məsələlərdə ola bilər. İslamın ictihad olan məsələlərdə, ixtilaf olan məsələlərdə düşmənçilik və ədavət ola bilməz. Kim edirsə, yəni bu səhvdir. Və digər qaydada deyir ki, ixtilaf lil-iqna' lə lil-izzəm. Alimlərin arasında olan, icazəli olan ixtilaflar əks tərəfi qane eləmək üçündür. İlzəm etmək üçün deyil. İllə sən bunu etməlisən. Mən nə edirəmsə, sən də onu etməlisən. Mən bu fikirdəyim, sən də bu fikirdə olmalısan. Bu icazəli deyil. Sən əks tərəfə fikri söyləyə bilərsən. Fikri iqna eləyə bilərsən. Amma ilzəm edə bilməzsən, məcbur edə bilməzsən ki, mən edəni etməlisən. Niyə? Məsələ ictihadi məsələdir. Mən barmağımı tərpətirəmsə, sən də tərpətməlisən. Və yaxud da mən əllərimi qaldırıramsa, sən də qaldırmalısın. Elə eləmirsənsə, düzgün deyil. Yəni, mən səndən salamı kəsəcəm. Yəni, bu icazəli deyil. Məsələ ixtilaflıdırsa, orada məcburiyyət ola bilməz. Ki, illə bunu etməlisən. Və digər qayda odur ki, lə inkara fi məsəl ictihadiyyə. İctihad məsələlərində inkar yoxdur. Əgər məsələ ictihadidirsə, alimlər arasında fikir ayrılığı varsa, sən əks tərəfə, qardaşına inkar edə bilməzsən. Sən səhvsən, sən səhv yoldasan,
mən səninlə oturub durmayacağım, səndən salamı kəsəcəm. Bu kimi fikirlər söylənməsi qəti olaraq qadağandır. Niyə? Məsələ ictihadi məsələdir. Sonra sonuncu qayda odur ki, la təkfirə və la təbdiə və la təfsiqə fi məsəl ictihad. İctihad məsələlərində təkfir yoxdur. Təbdi, bidətçisən, yəni kafirsən, bidətçisən, fasiqsən demək qəti olaraq qadağandır. Niyə? Məsələ ictihadi olduğu üçün. Aydın oldu mu qardaşlar? Yəni, biz bu məsələləri tam, geniş anlasaq, o zaman alimlərin arasında olan fikir ayrılığı bizim üçün asan da olar. Niyə ixtilaf edirlər? Nədə ixtilaf etmək olar? Nədə ixtilaf etmək olmaz? Elm tələbələrinin arasında olan fikir ayrılığı, ixtilaf niyə var? Varsa nə məna daşıyır? Və varsa da onlara qarşı pis zənn etmək olarmı? Onlara qarşı düşmənçilik etmək olarmı? Yəni, bu dərsimiz bizə bunu öyrətir. Yəni, çalışalım qardaşlar. Yəni, bu məsələlərin danışmaqda məqsədim odur ki, bu məsələ, belə bir məsələlər bizi ixtilaf, parçalanmağa aparmasın. Bizi dəstələrə bölməsin. Bizi cəmaatlara bölməsin. Bizi parçalamasın, ixtilafa düşməyək. Çünki ixtilaf olan yerdə Allahın rəhməti, bərəkəti olmaz. Müsəlmanların gücü, qüvvəti olmaz. Və ona görə harada ixtilaf etmək olar? Alimlər hansı məsələdə ixtilaf edə bilərlər, hansı məsələdə ixtilaf edə bilməzlər və biz alimlərin ixtilaflarına qarşı mövqeyimiz necə olmalıdır? Elm adamın mövqeyi necə olmalıdır? Elm tələbəsinin mövqeyi necə olmalıdır alimlərin arasında baş verən ixtilaflara görə? Və sıravi insanların mövqeyi necə olmalıdır? Bunu bilin. Sıravi insanların mövqeyi ixtilaflara qarşı lazım olanı götürür, kənara çəkilir. Məsələlərə müdaxilə etmir. Görürsən ki, 5 dənə qardaş, sıravi qardaş otururlar, çay içirlər. Yəni, elm adamlarının arasında olan ixtilafları mübahisə edirlər. Niyə onu dedi? Niyə o belə dedi? Niyə ondan çəkindirdi? Sıravi insanların bu məsələ ilə aidiyyəti yoxdur. Sadəcə lazım olanı götürür. Doğru olanı götürür, kənara çəkilir. Bu məsələlərə müdaxilə etmir. Əgər bu kimi addım atarıqsa, bu kimi dinimizi, həyatımızı yaşayarıqsa, o zaman birliyimiz parçalanmaz. Dəstələrə bölünmərik, firqələrə bölünmərik. Yox, kim nə gəldi danışacaqsa, elmlisi, elmsizi, elm əhlindən olan, elm əhlindən olmayan, layiq olan, layiq olmayan danışacaqsa bu zaman birlik, bərabərlik, ənnamanlıq, cəmaatlıq hamısı nə olacaq? Pozulacaq. Və ona görə Allah-u Teala Quran-ı Kərimdə bizlərə deyir ki, parçalanmayın. O İslamın əsasıdır. Və harada parçalanmaq olar, dedik ki, əsas məsələlərdə, əqidə məsələlərində, iman məsələlərində, cənnət, cəhənnəm məsələlərində, küfür, İslam məsələlərində. Amma qaldı ki, dinin əsli olmayan məsələlərdə ixtilaf etməyimiz bu savadsızlıqdır, elmsizlikdir. Yəni, bu düzgün bir addım deyil. Yəni, ixtihad məsələlərində alimlərin arasında baş verən ixtilafları normal qarşılayaq. Yəni, onu normal başa düşək və ətrafımıza normal şəkildə başa salaq, öyrədək. Əgər belə olarıqsa, o zaman birliyimiz davam edər. Yox, kim gəldi danışarsa, o halda Allahın qadağan etdiyi ixtilafa düşmüş olaraq, parçalanmaya düşmüş olaraq. Biz həmişə deyirik ki, şəriətin məsələləri, baxın, şəriətdə baş verən məsələlər 3 şeydən kənara çıxmır. Ya məsələ icma məsələsi olmalıdır. İcma odur ki, yəni tamam, ondan sonra başqa fikir yoxdur. İcma nədirsə odur yəni.
icma məsələsi ola bilər, ya ixtilaflı məsələ ola bilər, ya da ictihadi məsələ ola bilər. Və ixtilafların da baş verməsi, onu vurğuladıq. Səbəblər nədir? Niyə ixtilaf edirlər alimlər? Dedik ki, hədisdəki, ayətdəki söz bir neçə məna daşıyır. Və alimin hədisə baxışı fərqli ola bilər digər alimdən. Hədis bir alimə görə zəif, digər alimə görə səhih ola bilər. Bu ixtilafa aparır, fikir ayrılığına aparır, rəylərə aparır. Bir hədis bir alimə görə mənsux sayılar, yəni hökm qüvvədən düşmüş sayılar, digər alimə görə mənsux sayılmaz, yəni hökmü qüvvədədir. Bu nəyə çıxaracaq? Təbii ki, rəylərin fərqli olmasına aparacaq. Çünki sən mənsux görmüsən, hökmünün qüvvədən düşmüş görmüsən, mən görməmişəm. Görməmişsən, fikrin fərqli olacaq, mən görmüşəm, mənim fikrim fərqli olacaq. Bunlar normal bir şeydir. Və bəzən də məzhəb alimlərin, hər alimin öz hədisləri qəbul etmə və yaxud da məsələlərin çözümündə öz şərtləri var, öz əsasları var, öz üsulları var. Bunun üsulu digərinin üsulundan fərqlidir. Bunun qaydası digərinin qaydasından fərqlidir. Bunun şərti digərinin qaydası, digərinin şərti, alimin şərtindən fərqlidir. Bunlar hamısı nəyə aparır? Fikir ayrılığına aparır. Fikirlərin fərqli olmasına aparır. Bu da icazəli bir şeydir. Yəni, ixtilafın baş vermə səbəbləri bunlardır. Və buna görə də biz ixtilafı normal qarşılamalıyıq. Yəni, onu sadəcə fikrimizdə olan ixtilaf olmalıdır. Bu ixtilaf sadəcə bizim fikrimizdə olmalıdır. Qəlbimizə düşməməlidir. Qəlbə düşsə, bu düzgün deyil. Aydın oldu mu, qardaşlar? Allah sizdən razı olsun. Allah Teala daimi bizi bir bərabər, cəmaat eləsin və ixtilaflardan, lazımsız ixtilaflardan uzaq eləsin. Daimə haqqı haqq kimi görüb ona tabi olanlardan və batili batil kimi görüb ondan uzaq olanlardan eləsin. Allah sizdən razı olsun.